Hər birinizə salamlayıram dostlar. Necəsiz? İnşallah ki, yaxşısınız. Deməli, bu günlər mayın 2-sidir və real biznes oyununa daxil olmuşuq. Gördüyünüz kimi hesabımda 1 dollar 35 sent var. Bu da hardasa 2 manat 20 qəpik falan, yəqin ki, belə bir şey eləyir. Deməli, uşaqlar, marja bölməsinə gəlirik. Görürsünüz ki, bu aksiyanın sonları da artıq. Mən dünənlərim 10 dollarlıq 2 dənə bina aldım və birində hədiyyə 3 dənə bina. Deməli, məndə hal-hazırda 8 dənə 10 dollarlıq bina var. Bəli. Bunlar da elə bir ki, aylıq mənə 5 dollar 10 neçə sent verməlidir, səhv eləmirəmsə. Bəli, bunlar mənə deməli, aylıq olaraq 8-i 5-ə 40 dollar pul verəcək. İnşallah ki, o günləri də görərik və pullu çıxarış olunduğunu da sizlərə göstərərəm. Belə göstərim, keçən gün çıxarış eləmişəm və pul çıxıbdı, yəni göstərim. Çıxarış Emona 5 dollar. Belə də göstərim. Görürsünüz, çıxmışdı və gəlmişdi Emon hesabıma. Yenidən başqa bir yerə yatırım elədim onu. Sonra başqa cür, başqa səhifəyə. Referal temasına gəlsək, referalda isə referal qəbul olunmur niyəsə, dəqiq bilmirəm. Çünki bir neçə nəfər qeydiyyatdan keçibdi, amma yəni gəlib buraya düşməyib. O mən maraqlıdır. Bu da kimdirsə, yəni yəqin ki, tanışlardandır, dəqiq bilmirəm. Yəni onunki düşübdür sadəcə. Deməli, yəni referalda məsəl üçün dostunuzu atdınız, dostunuz linkindən qeydiyyatdan keçdi və referal olaraq buraya düşdü. Məsələn 10 dollar vurdu. 10 dolların 10%-i 1 dollardır. Sizin hesabınıza 1 dollar gələcək və burada göstəriləcək. Yəni bu o cəhətdən yaxşı bir şeydir. Bəzən olur ki, elə bir ki, emonla ödəniş edir, ya başqa bir şeyin ödəniş edirsən, hesaba oturmur. O problemin həlli hələ ki, necə deyim, çözülməyibdir, tapılmayıbdır. Heç mən özüm də bilmirəm. İnanıram ki, o bir adamlar da bilməyib, paylaşanlar falan. İnşallah buna bir açıqlıq gətirərlər, dəstək xidmətləri işləyər. Yəni nə demək olar? İnşallah uğurlu yol olar və biz buradan qazanc əldə edə bilərik. Hər biriniz oğulda. Video xoşunuza gəlsə videoyu bəyənməyi və video yorum yazmağı unutmayın. Mən də qarışdırdım ki, heç bir uşaqla görüşərik. Yorumlarda nə məlumat almaq istəyirsiniz yazın, köməkli göstərməyə çalışacağam.